Ötən gün ölkəmizdə qonaq olan İran dövlətinin prezidenti Azərbaycan dediyi şeiri yəqin ki bir çoxlarınız eşitmişsiniz. Gəlin sizə həmin şeirin tarixçəsindən danışım. Bir uçaydım bu çırpından yelinə, bağlaşaydım dağdan aşan selinə, ağlaşaydım uzaq düşən elinə, bir görəydim ayrılığı kimsaldır. Sözü gedən şeir Məhəmməd Hüseyn Şəhriyarın Heydər Babaya Salam poemasından bir hissəsidir. Bu əsər 1954-cü ildə yazılıb və onun ən məşhur əsərlərindən biri sayılır. Poema ana dilində Azərbaycanca yazılıb və müasir dövrdə Azərbaycan poeziyasının klassik nümunələrindən biri kimi qəbul olunur. Tarixi isə belədir. Heydər Baba Təbriz yaxınlığında yerləşən eyni adlı bir dağın adıdır. Şəhriyar uşaqlıq illərini bu bölgədə keçirmişdir. Bu dağ şair üçün uşaqlığının, sadə kənd həyatının və təmiz duyğularının simvoluna çevrilmişdir. Poemada o, bu dağa müraciətlə doğma yurda, uşaqlıq xatirələrinə və keçmişə salam göndərir. Şəhriyar bu əsəri İranda Azərbaycan türklərinin ana dillərində təhsildən və mədəni hüquqların məhrum olunduqları dövrdə yazmışdır. Bu səbəbdən Heydər Babaya Salam həm də bir kimlik və milli ruhun çağrışı kimi dəyərləndirilir.